Çox böyük oyun, çox böyük zəfər, vurulan 2 qol və oyunun ən yaxşısı seçildi, hisslərini öyrənək. Əlbəttə, yəni bu məqsədimiz 3 xal qazanmaq idi. Bu hədəflə çıxmışdıq meydana. O ki qaldı şəxsi məsələdə, şəxsi karyeramda bu həqiqətən bu mükafatın yeri başqadır. Bu məni daha çox işləməyə, daha çox qollar vurmağa sövq edəcək. İlk dəfə Qarabağla adı hallanarkən, Qarabağa gələrkən belə bir mükafat qazanacağını düşünürdümü? Yox, əslində gözləmirdim, amma mənim arzum həmişə Çempionlar Liqasında oynamaq idi və şükür Allaha ki oynayıram, qollar vurmağa da davam edirəm. Həqiqətən, yəni bu gözlədiyimdən də artıqdır. Soyunub geyinmə otağında, paltar dəyişmə otağında nələr yaşandı, onları da bizimlə bölüşər. Hamı çox xoşbəxtdir. Üstəlik də qələbənin necə qazanıldığını nəzərə alsaq, hansı formada, dramatik məcrada getdiyini nəzərə alsaq, həqiqətən hamı çox xoşbəxtdir. Amma bununla heç nə bitmir. Hələ qarşıda Liverpool'la oyun var. O oyuna da, əsas oyunda da hədəflərimiz var, onlara çatmaq istəyəcəyik. Daha bir belə mükafatı və daha bir qələbəni Enfielddə gözləməyə dəyər. Yox, inanmaq, yəni gözləməyə dəyər. Allahın köməyi ilə hər şey mümkündür. Çox təşəkkürlər, uğurlar. Gracias. Gracias, thank you.